Qara sarımsağın sağlamlığa faydaları və istifadə sahəsi. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Sarımsaq insanlara məlum olan ən güclü super qidalardan biridir və insan orqanizmi üçün çox geniş sağlamlıq faydalarına malikdir. Bir çox insan onun dadını sevmədiyi üçün qara sarımsaq şirin dadına görə getdikcə daha populyar alternativə çevrilir. Qara sarımsaq təzə sarımsağa nisbətən 2 dəfə çox antioksidant ehtiva edir və şişlərin ölçüsünü daha sürətli şəkildə azaltdığı müşahidə olunmuşdur. O, ilk dəfə Koreyada sağlamlıq məhsulu kimi hazırlanmışdır. Bu prosesdə ağ sarımsaq 77 dərəcə Selsi temperaturunda 30 gün ərzində qızdırılır. Daha sonra isə əlavə olaraq 45 gün qurudulur. Nəticədə sarımsaq dişləri qara rəng alır və balzamik sirkə ilə sonra sosuna bənzər şirin dada malik olur. Onun dadı olduqca ləzzətlidir və adi sarımsaqdan tamamilə fərqlənir. Sarımsağın əsas tərkib maddələrindən biri allisindir və bu maddə bir çox xəstəlik və infeksiyaların müalicəsində istifadə olunan təbii antibiotik kimi tanınır. Bundan əlavə, qara sarımsaq bədənin maddələr mübadiləsini sürətləndirən 100-dən çox müxtəlif birləşmə ehtiva edir. Bu da arıqlamağa kömək edir və orqanizmi kükürdlə zənginləşdirir. Qara sarımsaq həmçinin SAK adlı güclü birləşmə ehtiva edir. Bu maddə damarların daxilində xolesterinin yığılmasını azaldır və ürəyi qoruyur. Onun tərkibində sağlamlıq üçün faydalı olan yüksək miqdarda kalsium, fosfor və protein də mövcuddur. Qara sarımsaq qovurma yeməklərində çox yaxşı istifadə olunur, çünki yeməyə uyğun şirin dad qatır. Taylandda qara sarımsaq enerji içkilərinə əlavə olunur, çünki diqqət qabiliyyətini artırır və kifayət qədər yuxu alınmadıqda ayıq qalmağa kömək edir. O, xüsusilə çiğ sarımsağın dadını və qoxusunu sevməyənlər üçün qızardılmış toyuq yeməkləri ilə birlikdə çox dadlı olur. Əgər yenə də dadını bəyənmirsinizsə, orqanizmi faydalı maddələr və birləşmələrlə təmin etmək üçün qara sarımsaq əlavələrini əldə edə bilərsiniz. Sarımsaq gecə yatarkən yastığın altına qoyularaq yuxuya köməkçi vasitə kimi də istifadə oluna bilər. Bu barədə daha ətraflı məlumat üçün digər videomuza baxa bilərsiniz. Qış aylarında qıcıqlandırıcı soyuq dəymə zamanı qara sarımsaq yemək bəlğəmi və seliyi bədəndən atmağa kömək edir. O, həmçinin libidonu artırır və cinsi istək və dözümlülüyü gücləndirir. Bir çox insan qara sarımsağın ishalın müalicəsində və mədənin sakitləşdirilməsində də faydalı olduğunu bildirmişdir. Sarımsaq yaşlı insanlarda Alzheimer xəstəliyinin qarşısının alınması, yaddaşın və beyin funksiyalarının yaxşılaşdırılması ilə də əlaqələndirilir. Dinlədiyiniz üçün çox sağ olun. Belə videoların davamının gəlməsini istəyirsinizsə, bu videonu bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Digər videolara baxmaq üçün kanalımıza keçid edə və yaxud buradakı hər hansı 2 videodan birini seçərək izləyə bilərsiniz.